Jaylə xanım, müdürünüzü necə biri kimi təsvir edərsiniz? Qıraqdan çox ciddi görsənir. Kənardan ciddi görsənməyinə baxmayaraq çox səmimidir, tələbkardır, işinin peşəkarıdır, belə. Cəvdə xanım, müdürünüzü necə biri kimi təsvir edərsiniz? Müdürümüz çox yaxşı insandır. Bu zaman hər birimizə dəstək olur, yanımızdadır. Kollektivlə münasibəti çox gözəldir. Amma bəzən zərbələr olur. Onlar olmasa daha əfsanə müdür olar. Arzu xanım, müdürünüzü necə biri kimi təsvir edərsiniz? Qarabəyi belə biri kimi təsvir edirəm ki, həmin dəqiqə bərk əsəbləşib 2 dəqiqədən sonra tamam pamuk qəlbli ürək olur. Fatimə xanım, müdürünüzü necə biri kimi təsvir edərsiniz? Qarabəy müəllim kimi, rəhbər kimi işinin peşəkarıdır, ona söz yox. Amma mən həmişə deyirəm, mənim burada olmağımı, mənim işləməyimin ən böyük səbəbkarıdır. Və möcüzəm təsvir edə bilərəm. Əli bəy, müdürünüzü necə biri kimi təsvir edərsiniz? Adam istirahətə gedib, amma bir an belə bizi tək qoymur. Başqa nə deyim?